Süleyman Sani Axundovun Nurəddin əsərindən seçilmiş hadisələrdən hansılar məzmun ardıcıllığına görə əsərdən seçilərək təqdim olunan hissədən sonra gəlir? Kişi, gör bu nədir, deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi, şükür olsun, axırda tapdım. Söhbət Nurəddinin boynuna bağlanılan Gülüstan kitabından gedir və Rəhim artıq Nurəddini tapdığına görə şükür edir. Yəni bu əsərin sonunda baş verir. Bundan sonra baş verəcək hadisələr nədir? Bahar Nurəddini görüb heyrətlənir. Bəli, çünki hansı ki deməli Bahar Rəhimin evinə gəlir. Orada deyir ki, artıq mən Nurəddini ölmüş bilirdim. Yəni onun sağ olmasına deməli sevinir. 2. Cənnətəli Nurəddini onu istədiyi yerə aparacağına dair söz verir. Bundan əvvələ aiddir. İmamverdi baba xəstələnir. Bundan əvvələ aiddir. Nurəddin uşaqlığını keçirdiyi şəhəri tərk edir. Əsərin əvvəlinə aiddir. 5. Əmraslanın öz cəzasına çatdığı məlum olur. Bəli, hansı ki Gülpəri əsərin sonunda deməli Nurəddinlə görüşür və Nurəddin hansı ki onu deməli etdiyi əməllərinə görə bağışladığını bildirir ona. Bu vaxtda artıq o deməli Əmraslanın öz cəzasına çatdığını ifadə etmiş olur. Deməli sualımızın düzgün cavabı 1, 5, yəni C bəndi olacaq. Biri satirik şeirdir. Tənqid hədəfi var. Verilənlər içərisində bir dənə Mirzə Ələkbər Sabirin Əkinçi əsəri satiradır və onda tənqid hədəfləri vardır. Azərbaycan bayrağına satira deyil, Pəri satira deyil, Ananın öyüdü satira deyil, Dağlar satira deyil. Deməli sualımızın düzgün cavabı A bəndi olacaq. Mirzə İbrahimovun Gələcək gün əsərlə bağlı cədvəldəki doğru fikri müəyyənləşdirin. Göründüyü kimi bizə səbəb nəticə cədvəl verilmişdir. A bəndi. Azər şəhərdəki ərbab Tehrana köçür. Səbəb nəticə verilib ki, Firidunun ailəsi də onun ardınca ora köçür. Yanlışdır. Çünki deməli ərbab Tehrana köçərkən öz bağını başqa bir ərbaba satır. Bundan sonra isə deməli Firidunun ailəsində problemlər başlayır. B bəndi. Həsən Alının vəziyyəti Firidunu narahat edir. Nəticə o təhsil almaq qərarına gəlir. Yanlış, səbəb nəticə əlaqəsidir. C bəndi. Musa kişi kəndliləri narahat edən məsələləri sadalayır. Hamı etiraz səsini qaldırır, onu dəstəkləyir. Bu nəticə yanlışdır. D bəndi. Mübaşir Məmməd kəndliləri başa düşürdü. Ümumiyyətlə Mübaşir Məmmədin kəndliləri başa düşdüyünü demək mümkün deyil. Həmçinin Hikmət İsfahaninin yanında onların tərəfini tutması da təbii ki, bunlar real olan hadisələr deyil. Çünki Mübaşir Məmməd kəndlilərə düşmən gözü ilə baxırdı. E bəndi. Hikmət İsfahani vergi miqdarında dəyişiklik edir. Səbəb nəticə insanların narahatlığı artır. Bəli. Deməli, Hikmət İsfahaninin vergi miqdarındakı dəyişiklik nədən ibarət idi? O deyirdi ki, məhsulun 5də 4-ü mənimdir, 5də 1-i deməli kəndlilərindir. Kəndlilər isə deyirdi ki, heç olmasa 5də 2-si bizim olsun. İlkin nəticədə təbii ki, Hikmət İsfahani bildiyini etdi. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsərində belə bir epizod yoxdur. A bəndi. Şah Abbas inandığı saray xadimlərini məsləhətləşmək üçün çağırtırır. Bəli. Hansı ki, deməli, Münəccimbaşı Mirzə Sədrəddin ulduzların toqquşması ilə bağlı baş verəcək faciəni Şah Abbasa deyir. Bundan sonra Şah Abbas deməli Sərdar Zamanxanı, Axund Səmədi, Mirzə Möhsünü, Mirzə Yahyanı deməli çağırtırıb onlarla məsləhət eləyir. Və bəli, Yusif Sərrac inandığı şəxsləri çağırıb bəzi vacib vəzifələri onlara tapşırır. Bəli, hansı ki Yusif Sərrac hakimiyyət başına keçir, ondan sonra öz dostlarını müvafiq vəzifələrə təyin edir. C bəndi. Şah Abbas sarayı tərk edib gedir. Bəli. D bəndi. Şah Abbas şahlıqdan müvəqqəti uzaqlaşmağa etiraz edir. Yanlışdır. Hansı ki, deməli ulduzların toqquşmasından baş verə biləcək bəladan soğuşmaq üçün Şah Abbasa tövsiyə olunur ki, o şahlıqdan müvəqqəti əl çəksin. Bu vaxtı Şah Abbas buna razı olur. Yəni buna etiraz etmir. Bəndə Xacə Mübarək bildiklərini Yusuf Sərraca danışır. Bu da doğru fikirdir. Deməli sualımızın düzgün cavabı D bəndi olacaq. Səhv fikri müəyyənləşdirin. Yəni nöqtələrin yerinə yazıla bilməyəcək fikri müəyyənləşdirin. Mirzə İbrahimovun Azad hekayəsində A. İki gəncin dostluğundan bəhs olunur. Bəli, burada Azadla Fərdanın dostluğundan söhbət gedirdi. B bəndi. Baş qəhrəmanın dar gündə vətənə biganə olması tənqid olunmuşdur. Əsərdə biz deməli baş qəhrəman olaraq Azadı görürük. Azad isə vətənə biganə olan insan deyildi.
Sadəcə olaraq hekayənin əvvəlində Fərda ona gəlib, deməli, mövcud vəziyyətdən şikayət etdiyi zaman o səsini çıxartmamışdı. Sonda isə onun izahını verir ki, bəs o niyə o vaxtı sakit yanmışdı. Deməli, B bəndi nöqtələrin yerinə yazıla bilməz. C bəndi vətən uğrunda döyüşən gənc obrazına yer verilmişdir. Bəli, qeyd etdiyimiz kimi Azad. D bəndi insanın vətəninə bəslədiyi məhəbbət diqqətə çatdırılmışdır. Biz bunu həm Azad, həm də Fərda obrazlarına aid eləyə bilərik. E bəndi dostlardan biri qəhrəmanlıqla həlak olur. Bu da Azad obrazı olur. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Mirmehdi Seyidzadənin Əqrəb və Çanaqlı Bağı əsərinin janrı hansı bənddə göstərilmişdir? Bildiyimiz kimi Mirmehdi Seyidzadənin Əqrəb və Çanaqlı Bağı əsəri təmsil janrında yazılmışdır. Ona görə sualımızın düzgün cavabı C bəndi olacaq. Əhməd Cavadın Azərbaycan bayrağına şeiri ilə bağlı cədvəldəki uyğunluğu müəyyənləşdirin. Birinci fikir. Şeirdə 3 rəngli bayrağımız tərənnüm olunmuşdur. Fikir doğrudur. Qarşısına da doğru yazılmışdır. Deməli, biri götürəcəyik. 2. Şeirdə bayrağımızın Bakı səmasının ən gözəl bəzəyi olduğu deyilir. Fikir yanlışdır. Qarşısına da yanlış yazılmışdır. Deməli, bunu da düzgün cavab kimi qeyd edəcəyik. 3. Müstəqillik uğrunda tökülən qanların hədər olmadığı qürurla qeyd olunmuşdur. Fikir yanlışdır. Qarşısına doğru yazıldığına görə təbii ki, bu da yanlış fikirdir. 4. Şeirdəki ulduz gözəl pəriyə bənzədilmişdir. Fikir doğrudur, amma qarşısında yanlış yazılmışdır. Deməli, Əhməd Cavad şeirdə necə deyirdi? Köksündə tufanlar gəldim irəli, öpüm kölgən düşən mübarək yeri. Allahın yıldızı, o gözəl pəri, sığmış qoynunda aya bayrağım. Deməli, burada ulduz, deməli, nəyə bənzədilir? Daha doğrusu, Allahın yıldızı o gözəl pəri. Ulduz nəyə bənzədilir? Bir pəriyə bənzədilir. Fikir doğrudur, amma qarşısına yanlış yazıldığına görə bunu götürməyəcəyik. 5. Bayrağımızın kölgəsi dövlət quşuna bənzədilmişdir. Fikir doğrudur. Qarşısına da doğru yazıldığına görə deməli 5-ci fikirdə doğru olmuş olacaqdır. Bu hissəni, yəni bayrağımızın kölgəsinin dövlət quşuna bənzədilməsi şeirdə necə öz əksini tapmışdır? Deməli, deyir ki, gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma. İzin ver gözümdə coşan yaşıma, dinlətsin dərdini aya, aha bayrağım. Deməli, göründüyü kimi, burada bayrağımızın kölgəsi dövlət quşuna bənzədilir. Deməli, sualımızın düzgün cavabı 1, 2, 5, yəni B bəndi olacaq. Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poemasından seçilmiş hansı hissələrdə müəllifin uşaqlıq xatirələrinə yer verilmişdir? 1. Bu xırmanda aradanxır oynardıq, comalaşıb qarışqa tək qaynardıq. Deməli, aydın məsələdir ki, burada oyundan söhbət gedirsə, uşaqlıq xatirələrinə yer verilmişdir. Deməli, burada var. 2. Heydər baba, səndə dəfinələr var, dağlar vadiyəsi, xəzinələr var. Hər hansı bir uşaqlıq xatirəsindən söhbət getmədi. 3. Əli mənə yaşıl aşıq verərdi, İrza mənə Novruz gülü dərərdi. Aydın məsələdir ki, burada da uşaqlıq xatirələrindən söhbət gedir. 4. Bir görəydim ayrılığı kim saldı, ölkəmizdə kim qırıldı, kim qaldı. Burada da uşaqlıq xatirələrinə yer verilməmişdir. Deməli, sualımızın düzgün cavabı 1, 3, yəni D bəndi olacaq. Nəcəf bəy Vəzirovun əsərləri ilə bağlı fikirlərdən hansı doğrudur? A bəndi Pəhləvanani Zamanə faciə janrında əsərdir, müəllifin ilk əsərlərindəndir. Yanlış fikirdir. Deməli, Pəhləvani Zamanə əsəri faciə janrında deyil, komediyadır. Həmçinin müəllifin ilk əsərlərindən də deyil təbii ki. B bəndi. Adı var, özü yox. Epik növdə yazılmış əsərdir. Yanlışdır, çünki bu əsər dramatik növdə yazılmış əsərdir. C bəndi. Yağışdan çıxdıq, yağmura düşdük. Deməli, Bayram Əlibəy, Səfdərqulu, Rəsul sürətləri iştirak edir. Deməli, bu obrazlar Nəcəf bəy Vəzirovun ev tərbiyəsinin bir şəkli komediyasının personajlarıdır. Deməli, bu da yanlışdır. D. Müsibət Fəxrəddin. Əsərdir, baş qəhrəmanların istəklərinə çatması qələbəsi ilə nəticələnir. Bildiyimiz kimi, Müsibət Fəxrəddin faciə janrında yazılmış əsərdir. Faciə janrında yazılmış əsərlərdə isə bildiyimiz kimi baş qəhrəman öz arzu və istəyinə çata bilmir. Ona görə D bəndi yanlışdır. E bəndi ev tərbiyəsinin bir şəkli komediya janrında yazılmışdır və ailə məişət mövzusundadır. Bu fikir doğrudur. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Nümunənin misra daxili bölgüsünü müəyyənləşdirin.
Qalmışam göz yolda, könül intizar, qəm tutub yaxamı hər yana dartar. Deməli, qalmışam göz yolda, 6, könül intizar, 5. Qəm tutub yaxamı, deməli, 6, hər yana dartar, 5. Göründüyü kimi nümunənin daxili bölgüsü 6 plus 5 şəklindədir ki, bu da A bəndində öz əksini tapmışdır. Səhv fikirləri müəyyənləşdirin. Seyid-Əzim Şirvaninin Güşqıl müxəmməsində 1. Ney, tar kimi musiqi alətlərinin adları çəkilmişdir. Doğrudur, yəni nöqtələrin yerinə yaza biləcək fikirləri doğru, yaza bilməyəcək fikirləri isə yanlış qəbul edəcək. 2. İsa və Davud peyğəmbərlərin adları çəkilmişdir. Bəli. 3. Musiqi həm canlılara, həm də cansızlara təsir edən qüvvə kimi təqdim olunmuşdur. Yanlışdır. 4. Müəllif insanlara müraciət edərək pərdələri bir-bir açmağa çağırır. Yanlışdır, çünki Güşqıl müxəmməsinin məzmununa nəzər yetirdiyimiz zaman belə bir hadisə görmürük. 5. Zahidə müraciət var. O, səhvini düzəltməyə dəvət olunmuşdur. Bəli. Burada tarın deməli qadağan olunmuş alət hesab olması var ki, onunla bağlı da deməli deyirdi ki, tara qadağan olunmuş alət hesab etmə, bu böhtandır. Deməli 1, 2, 5 nöqtədən yerinə yazıla bilər, 3, 4 yazıla bilməz. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Səhv fikri müəyyənləşdirin. Yəni nöqtələrin yerinə yazıla bilməyəcək fikri. Mirzə Əkbər Sabirin Əkinçi satirasında mülkədar. A. Əkinçinin çətin keçən həyat tərzinə laqeyd yanaşır. Bəli. B. Səhlənkarlıq edib məhsulu korladığı üçün əkinçini haqlı olaraq danlayır. Yanlışdır, çünki burada əkinçinin hər hansı səhlənkarlığına söhbət getmir. C bəndi. Bəyzadə olduğunu deyir, bununla fəxr edir, doğrudur. Evdəki əşyalarını əlindən alacağını deyib əkinçini təhdid edir, doğrudur. Əkinçinin sözlərinə inanmayıb onun özünü tülkülüyə vurduğunu düşünür, doğrudur. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Nümunədə hansı bədii təsirlə ifadə vasitələri işlənmişdir? Çayırlar yol tapıb bağa, bostana, bənövşə hələ də kol dibindədir. Çayırların yol tapması təbii ki, metafordur. Sonra nə edib yol tapıb haraya, bağa, bostana. Bu da söz sırasının pozulmasıdır. Deməli, bu inversiya. Metafor, inversiya. Deməli, çayırlar bağa, bostana yol tapıb, ancaq bənövşə hələ kol dibindədir. Burada isə anlayışlar qarşılaşdırılır. Bu da təbii ki, bədii təzad olmuş olur. Deməli, sualımızın düzgün cavabı metafor, bədii təzad, inversiya. Yəni, A bəndi olacaq. Şifahi xalq ədəbiyyatının janrları ilə bağlı fikirlərdən hansı səhvdir? A bəndi. Tapmacalar epik növün janrıdır. Nəzmlə və nəsrlə nümunələrinə rast gəlinir. Fikir doğrudur. B bəndi. Nəğmələr bir sıra nümunələrinə qəhrəmanlıq dastanlarında rast gəlinir. Doğru fikirdir. C bəndi. Əfsanələr ağlın qəbul edə bilmədiyi qeyri-adi hadisələrdən danışılır. Bəli, əfsanələrin xarakter xüsusiyyətidir. D bəndi. Bayatlar A, B, A şəklində qafiyələnir. Yəni 1-ci, 2-ci, 4-cü misralar həm qafiyə, 3-cü misra sərbəst alır. Doğrudur. E bəndi oyunlar kollektiv şəkildə yox, fərdi şəkildə icra olunur. Yanlışdır. Fərdi yox, kollektiv şəkildə icra olunur da. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Cümləni verilənlərdən hansı ilə tamamlasaq fikir doğru olar. Həm Şah İsmayıl Xətai, həm də Məhəmməd Füzuli A bəndi hecə vəznində şeirlər yazıblar. Yanlışdır, çünki bu Məhəmməd Füzuliyə aid edilə bilməz. B bəndi hürufilik ideyasını təbliğ ediblər, Füzuliyə aid edilə bilməz. C bəndi poema müəllifi olublar. Bəli, doğru fikirdir, çünki Şah İsmayıl Xətainin Dəhnamə poeması var. Məhəmməd Füzulinin isə deməli Bəngübadə, Söhbətül Əsmar, Leyli və Məcnun kimi deməli poemaları vardır. D bəndi nəsr əsəri qələmə almaq Füzuliyə aiddir. Xəmsə müəllifi olmaq isə heç birinə aid deyil. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Molla Pənah Vaqifin hayf ki yoxdur qoşması ilə bağlı fikirlərdən hansılar doğrudur? 1. Şeirin yazılmasının əsas səbəbi Kür qırağı obalarının tərənnüm olunmasıdır. Yəni, təbii ki, şeirin yazılmasının əsas səbəbi Kür qırağı obalarının tərənnüm olunması deyil. Ümumiyyətlə, sonra da Kür qırağı obalarının deməli, kasıb həyatından bəhs olunur. Doğrudur, şeirdə tərənnüm var, amma təbii ki, əsas səbəb Kür qırağı obalarının tərənnüm olması ola bilməz. 2. Şeirdə insan xarakterindəki bir sıra cəhətlər tənqid olunmuşdur. Deməli, insan xarakterindəki bir sıra cəhətlərin tənqid olunması təbii ki, qoşmaya aid deyil. 3. Müəllif müşahidələrini dilə gətirir, münasibətini bildirir. Bəli, müəllif Kür qırağına səfər edərkən şeir yazmışdır və orada gördüklərinə öz münasibətini bildirir. 4. Bəndlər şəklində olan şeirdə rədifdən istifadə olunmuşdur. Bəli, deməli, qoşmadır, şeir vahidi bənddir və hayf ki yoxdur ifadəsi isə rədifdir. Qoşmanın adı da bununla
adlandırılmışdır. 5. Əruz vəznində beşliklər şəklində məhəbbət mövzusuna yazılmışdır. Bunların deməli hamısı yanlış fikirdir. Deməli sualımızın düzgün cavabı 3, 4, yəni C bəndi olacaq. Verilmiş fikirlərdən yalnız biri Məhəmməd Hadinin Türkün nəğməsi şeirindən seçilmiş bəndə aiddir. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? 4 ildə verilmiş bu qədər can hədər olmaz, məfkurə yolunda tökülən qan hədər olmaz. Deməli, burada A, C, D və Y bəndinə verilən fikirlərin hamısı Məhəmməd Hadinin Türkün nəğməsi şeirinə aiddir. Ancaq bunların heç biri verilən bəndlə əlaqəli deyil. B bəndinə verilmiş bir ideya, məqsəd uğrunda tökülmüş qanlar hədər getməyəcəkdir. Fikri isə verilən bəndlə əlaqəlidir. Deməli, dedi ki, 3-cü və 4-cü misraya baxaq. 4 ildə verilmiş bu qədər can hədər olmaz, məfkurə yolunda tökülən qan hədər olmaz. Burada məfkurə sözü var. Məfkurə isə eyni məqsədə xidmət edən insanların, belə deyək də, eyni fikrə qulluq edən insanların birliyi anlamında işlənilir. Dolayısıyla sualımızın düzgün cavabı B bəndi olacaq. Əbdürrəhim bəy Haqverdiyevin bomba əsərlə bağlı fikirlərdən hansı və ya hansılar doğrudur? 1. Kərbəlayı Zal həyat yoldaşının məsləhəti ilə razılaşır. Yanlışdır, razılaşmır. Çünki deməli Kərbəlayı Zalın arvadı ondan vəzifədən uzaqlaşmağı istəyirdi. Bunun cavabını deyəcək, Kərbəlayı Zal deyirdi ki, sən deməli dövlət qulluğunun nə olduğunu bilmirsən. Həmçinin o gözləyirdi ki, pensiya yaşı çatsın və pensiyaya çıxsın. Deməli bir yanlışdır. 2. Kərbəlayı Zal vicdanlı işçi olduğu üçün pristavın xəbərdarlığı ona təsir etmir. Ümumiyyətlə Kərbəlayı Zalı vicdanlı işçi hesab etmək olarmı? Sual işarəsidir. Həmçinin pristavın xəbərdarlığı ona təsir etmir. Təbii ki, təsir edir, hətta onun yuxusu qaçır. İlkin nəticədə bildiyimiz kimi heç bir günahı olmayan, deməli, Usta Feyzulladan şübhələnir. Deməli, 2 də yanlışdır. 3. Kərbəlayı Zal gecə yarısı Usta Feyzullanın evinə gətirilən çuvalları şübhəli hesab edir. Bu doğru fikirdir və bildiyimiz kimi bunun nəticəsində də deməli Usta Feyzullah vəzifədən azad edilir. Deməli sualımızın düzgün cavabı yalnız 3, yəni A bəndi olacaq. Hikmət Ziyanın Kərgədan və Qarışqa təmsilində tənqid olunur. A. Xəsislik ola bilməz. B. Paxıllıq ola bilməz. C. Döyüşkənlik ola bilməz. D bəndi namərdlik ola bilməz. E bəndi tənbəllik. Bəli, hansı ki, Qarışqa Kərgədanı deməli tənbəlliyinə görə məzəmmət edirdi. Deməli sualımızın düzgün cavabı E bəndi olacaq. Köroğlu ilə Bolu bəy qolunda Dünya xanımın nitqindən seçilən cümlə ilə bağlı fikirlərdən hansı doğrudur? Köroğlu, dəllərdən gələn olmadı, bəs nə təhər eləyək? Bolu bugün səni astırmaq istəyir. Hansı ki, Köroğlu quyudaydı. Dünya xanım bu sözləri gəlib, deməli, Köroğluya deyir. Bunun cavabında isə Köroğlu deyir ki, deməli, dəllərdən mütləq kimsə gələcək. Yəni orada hətta dəllərin adlarını çəkir. Deməli, Dəmirçioğlunun, sonra Eyvazın, Dəli Həsənin, sonra isə İsabalının adını çəkir. Bildiyimiz kimi Köroğlunun dalı ilə gedən də İsabalı idi. Və sonra İsabalı Köroğlunu quyudan çıxardır. Deməli, bu hadisədən sonra Köroğlu cavabında kiminsə mütləq ardınca gələcəyinə inandığını bildirir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Hansı fikir işarələnmiş yerə artırıla bilər? Bizə Eyler-Venn diaqramında Hikmət Ziyanın Qarabağda şeiri ilə Səməd Vurğunun Azərbaycan şeirinin deməli müqayisəsi verilmişdir və bu iki əsər üçün ortaq olan xüsusiyyəti müəyyən etmək tələb olunur. A bəndində deyir ki, poemadır, müxtəlif mövzulara toxunmuşdur. Bu əsərlərdən heç biri poema deyil. B bəndi sərbəst şeir formasına yazılmışdır, yanlışdır. C. Göygöl, Bakı kimi yerlər tərənnüm olunmuşdur. Deməli, Göygöl, Bakı kimi yerlərin tərənnüm olması Səməd Vurğunun Azərbaycan şeirinə aiddir. D. Doğma yurdun tərənnümünə yer vermişdir. Bəli, həm Qarabağda şeirində, həm də Azərbaycan şeirində doğma yurd tərənnüm olunur. Bu doğru fikirdir. Yəni, sual işarəsinin yerinə yazıla bilər. E. 4 misradan ibarət bəndlər şəklindədir. Yanlışdır. Burada bəndlər şəklində olması doğrudur, amma həm Qarabağda, həm də Azərbaycan şeiri deməli 5 misradan ibarət olan bəndlərdir. Düzdür, Qarabağda bəndlərdən biri 6 misradır. Yəni, dolayısıyla bəndə doğru fikir deyil. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı fikirlərdən hansılar doğrudur? 1.
Əsərlərini lirik və epik növlərdə yazmışdır. Bəli, lirik növdə qəzəllər deməli yazmışdır. Epik növdə isə poemalarını qeyd edə bilərik. 2. Nəsrlə yazdığı əsərlər sayıca daha çoxdur. Ümumiyyətcə Nizami Gəncəvinin nəsr əsərləri yoxdur. 3. İlk poeması Leyl və Məcnundur. Yanlışdır, çünki ilk poeması bildiyimiz kimi deməli 1174-cü ildə yazılmış olan Sirlər Xəzinəsi poemasıdır. 4. Məhəbbət mövzusunda qəzəllər var. Doğrudur. 5. Poemalarında dövlətin idarə olunması probleminə toxunmuşdur. Bəli, ümumi olaraq Nizami Gəncəvinin dediyimiz kimi yaradıcılığında deməli dövlətin idarə olunması problemi özünə məxsus önəmli yer tutur. Deməli sualımızın düzgün cavabı 1, 4, 5, yəni A bəndi olacaq. Verilmiş xüsusiyyətlər hansı sənətkarların yaradıcılığına aid edilə bilər? Lirik və satirik şeirləri var, təmsil müəllifidir. Deməli, təmsil müəllifidir cavabına görə Molla Pənah Vaqifi çıxa bilərik. Çünki Molla Pənah Vaqifin təmsili yoxdur. Aşıq Ələsgərin təmsili yoxdur. Xurşud Banu Natavanın təmsili yoxdur. Həmçinin bunların heç biri satirik şeir yazmamışdır. Deməli, Qasım bəy Zakirin həm lirik, həm də satirik şeirləri vardır. Həmçinin təmsil müəllifidir. Seyid Əzim Şirvani həmçinin lirik və satirik şeirlər yazmış, eyni zamanda təmsil müəllifi olmuşdur. Deməli, sualımızın düzgün cavabı 1, 3 olacaq. Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsərindən seçilmiş hadisələrin ardıcıllığını müəyyənləşdirin. Deməli, verilənlər içərisində ən birinci Naçalnikin ad gününə gəlməsi olacaq. 3. Sonra deməli 4 olacaq. Qurbanəli bəy Kəblə Qasımın yalda getməsini istəyir. Sonra 2 olacaq. Qurbanəli bəyin evinə qonaq getməyə qərar alırlar, hansı ki Qurbanəli bəy məclisdəkiləri qonaq etmək istədiyini bildirmişdi və sonda isə Əli bir dəstə atının kəndə gəldiyini görür, yəni həmin qonaqların gəlməsini görür. Deməli 3, 4, 2, 1 olacaq sualımızın düzgün cavabı. Almaz Yıldırımın Əsir Azərbaycanım şeirlə bağlı fikirlərdən hansılar doğrudur? 1. Şeirdə müəllifin vətən həsrətinin bitməsinə görə yaşanan sevinç müşahidə olunur. Yanlış fikirdir. 2. Mənim bəxtsiz anam ifadəsi ilə Azərbaycan nəzərdə tutulmuşdur. Bəli, nə deyirdi? Azərbaycan, mənim bəxtsiz anam oy, oyanmazmı, kör olası bəxtim oy. Deməli, 3. Gəzməyə qərib ölkə fikri şeirin əsas ideyası kimi götürülə bilər. Yanlışdır. 4. Müəllif külək vasitəsilə ölkəsinə salam gətirmək istədiyini bildirir. Bəli, salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə, gür səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa oy, hökm etsə bu, sərsəm gediş dursa oy, deyirdi Almaz Yıldırım. Deməli, sualımızın düzgün cavabı 2, 4 olacaq. Nümunədə bədii təsvir və ifadə vasitələrindən hansılar işlənmişdir? Deməli, əzəldən sirr olub, sirdir bu aləm. Bir üzü sevincdir, bir üzü isə qəm. Axırı cənnətdir, yoxsa cəhənnəm? Bilmirəm, bu yolun sonunda nə var? Deməli, əzəldən sirr olub, sirdir bu aləm. Yəni, aləm sirr kimidir. Bu, təşbih. Bir üzü sevincdir, bir üzü isə qəm. Bir üzü ifadələrinin təkrarlanması olacaq təkrir. Bir üzü sevincdir, bir üzü isə qəm. Sevinc, qəm. Bu oldu bədii təzad. Axırı cənnətdir, yoxsa cəhənnəm? Bilmirəm, bu yolun sonunda nə var? Bu da bədii sual. Deməli, epitet işlənməmişdir, təşbih işlənmişdir, metafor işlənməmişdir, bədii sual işlənmişdir, bədii təzad işlənmişdir, kinayə işlənməmişdir. Deməli, sualımızın düzgün cavabı 2, 4, 5 olacaq. Süleyman Sani Axundovun Nurəddin əsərlə bağlı uyğunluğu müəyyənləşdirin. Deməli, 1. Əmir Aslan, 2. Rəhim, 3. Cənnətəli obrazlar verilmişdir. Biz onlarla bağlı uyğunluğu müəyyənləşdirməliyik. A bəndi, yaxşılığı itirmir. Deməli, Rəhim ona edilən yaxşılığı itirmir. Hansı ki, Hacı Nəsir Rəhimə yaxşılıq etmişdi, o da bu yaxşılığı itirmədi. B bəndi, Nurəddini Baharın yanına aparmağa söz verir. Bu, Cənnətəli obrazına aid olunacaq. Hansı ki, Nurəddin deməli, meşədə azmışdı. Cənnətəli onu tapdıqdan sonra Nurəddin başına gələn hadisələri ona nağıl eləyir. Sonra isə Nurəddin deyir ki, əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər.
Sonra bunun cavabında deməli Cənəfəli deyir ki, qorxma oğlum, səni aparıb evinizə verərəm. Yəni buradan bu nəticəyə gələ bilərik ki, Nurəddini Baharın yanına aparmağa söz verir. C bəndi əsərin mənfi surətlərindən biridir. Təbii ki, bu Əmrəslana aid olan xüsusiyyətdir. D bəndi Hacı Nəsir ona kömək edir. Bayaq dediyimiz kimi Hacı Nəsir Rəhimə kömək etmişdi və Nurəddin üçün mənfi niyyətli plan qurur. Bu da mənfi obraz olan Əmrəslana aid olmuş olacaq. Deməli, sualımızın düzgün cavabı bir daha qeyd edək. 1, C, E, 2, A, D, 3, B şəklində olacaq. Cavid mətninin və Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərinin müqayisəsinə aid cədvəli doldurun. Deməli, cədvəlin sol üstünündə hər iki əsərin, yəni Cavid və Müsibət Fəxrəddin əsərləri üçün məzmun baxımından ortaq cəhət yazmaq tələb olunur. Sağ üstündə isə hər iki əsər üçün forma üçün ortaq cəhət yazmaq tələb olunur. Deməli, məzmun üçün ortaq cəhət nə yaza bilərik? Deməli, surətlərdən biri oğlunu adam öldürməyə məcbur edir. Bildiyimiz kimi Müsibət Fəxrəddin faciəsində də Rüstəm bəy deməli Mahmuda, Mələk xanım isə Fəxrəddinə deməli təsir edirdi ki, onlar insanı öldürsünlər. Başqa nə yaza bilərik? Deməli, surətlərdən biri oğlundan narazı olduğunu dilə gətirir. Yenə Rüstəm bəy oğlundan narazı olduğunu dilə gətirirdi. Burada da Kərbəlayını qeyd edə bilərik. Surətlərdən biri oğlunu qeyrətsiz hesab edir. Yenə Rüstəm bəyə aid edə bilərik. Burada da Kərbəlayıya aiddir. Və surətlərdən biri zalımlığı təmsil edir. Burada Kərbəlayı, onda isə digər surətdə, əsərdə isə deməli Rüstəm bəyi misal verə bilərik. Yəni bu qeyd etdiklərimizin məzmun üçün ortaq cəhət kimi yaza bilərik. Yəni bunlardan hər hansı birini. Sonra hər iki əsərin forması üçün ortaq cəhət nə deyə bilərik? Deməli hər ikisi nəsrlə yazılmışdır. Hər ikisi dramatik növdədir. Hər ikisində remarkadan istifadə olunmuşdur. Yəni bu xüsusiyyətlərdən hər hansı birini yazmaqla sualımızı düzgün cavablandırmaq olar. Tünd hərflərlə verilmiş iki cümləyə əsasən doğru fikri müəyyənləşdirin və seçiminizi əsaslandırın. Tünd hərflərlə verilmiş birinci cümlə. Ədə, biqeyrət, o maştağalı balasını niyə vurub öldürmədin? Bu sözlərlə Kərbəlayı oğluna müraciət edir və ondan cavab gözləyir. Oğlu isə cavabında dədə, vallah. Suala cavab vermək istəsə də Kərbəlayı yenə onun səsini kəsir. Deməli, burada sual verilir və cavab gözlənilir. Deməli, burada bədii sual yoxdur. İkinci cümlə, bunu kim göndərib? Deməli, bu sözlərlə, bu cümlə ilə Cavid Müşkinaza müraciət edir. Müşkinaz isə cavabında deyir ki, Kərbəlayı. Deməli, hər iki cümlədə sual verilir və cavab gözlənilir. Deməli, ona görə bunların heç birində bədii sual işlənməmişdir. Bildiyimiz kimi bədii sualda sual verilirdi, cavab gözlənilmirdi. Deməli, üçüncü fikri seçirik. Cümlələrdə bədii sual işlənməmişdir. Əsaslandırma olaraq deyirik ki, deməli, hər iki sualı verən cavab gözlədiyi üçün burada bədii sual işlənməmişdir və ya sürət onu maraqlandıran məsələyə cavab tapmaq üçün sual vermişdir. Fikirlərindən hər hansı birini və yaxud da buna oxşar fikirlər yazmaqla fikrimizi əsaslandıra bilərik. Cavid surətinə əsasən klasteri doldurun. Deməli, Cavid obrazı ilə bağlı əsər yazmaqla məşğuldur. Xüsusiyyət olaraq verilmişdir. Biz klasterin ikinci və üçüncü şaxələrinə hansı fikirlər yaza bilərik? Deməli, təhsili üstün tutur. Sonra millətin vəziyyətindən narahatdır. Sonra səhv tərbiyə üsulundan narazılığını bildirir. Sonra Kərbəlayının üzüm yetişdirmək bacarığını alqışlayır. Yəni bu xüsusiyyətlərdən hər hansı ikisini yazmaqla sualımızı düzgün cavablandırmaq olar.